İran'da İran'ın parlamentinden araştırma grubunun sorumlularından önemli bir tərh ortaya koyublar. O tərhdə federalizm adlandırıblar. Ve bu çok maraqlıdır ki, İran şovinist rejiminin öz içinden daha artık parlamentinden araştırma bölümü, yani Mərkəzi Pəjurişləri, fasilizə desə, araştırma orqanı oturup fikirləşiblər ki, bu durum çox belə kötüyə gedir, iqtisadi baxımdan və günü-gündən pisləşir, fəsad yeri götürübdür. Neyniyək? Bunun təkcə yolun indi bir sıra teknokratlar içində demək buna yetişiblər ki, federalizm bunun təkcə yoludur. Bunu da maraqlıdır. Ağay Əhməd Təvəkküli və Kazım Cəlali ki, bunun bu mərkəzi araştırma bölümünün demək ki, sorumlularındandılar. Bu önerini ortaya koyublar. Hatırladım ki, ağay Kazım Cəlali geçmişdə rəhbərin, yəni ağay Xameneyinin demək yoxun adamlarından və sözçülərindən olubdur. Ağay Təvəkküldəkilə deməklə bu 30-33 ildə elə hər zaman o tanınmış insanlardan olubdur ki, hakimiyyətin müəyyən bölümündə hər zaman bir söz sahibi olubdur. İndi isə nə yetişiblər bu məsələyə? Əlbəttə federalizmdən anlayışları çox tam belə demək ki, fırıldaqçılıq və hoqqabazlıqdır. Çünki federal demək ki, siyasi qüdrəti bölməkdir və tək mərkəz təslim tutulmalıdır. Bəlkə müəyyən bir toplumlar, millətlər ki, o bölgədə yaşayırlar, qüdrət olan içində bölünməlidir. Eyni Belçik kimi, məsələn görürsünüz ki, orada Alman dillər, Fransavi dillər, ya nə bilim, Rumençilər hərəsi öz dillərincə danışırlar. Ya Suvisdə, ya nə bilim, Kanadada, cürbəcür, yəni demək ki, millətlər öz dillərincə danışan bölgədə və öz kültürlərini qorumaq üçün, öz iqtisadiyyətlərini qorumaq üçün demək təmərküz olunmasın, birlikdə müəyyən bir qüdrət işin qabarılmasın və fəsada çəkilməsin deyə bir federal anlayışı ortaya çıxmışdı. Bu federal anlayışı çox əsrliyə geçsək, daha demək ki, Türklərdə bəlkə də elə 1500 bundan qabaq Hunlar içindəki qəbilələr yoxunlaşdılar birlikdə və qüdrət birlikdə neçə qəbilənin ortaq qüdrəti adı ilə Atilanın rəhbərliyi ilə ortaya qoyulmuşdu. Bu özünü daha artıq göstərmişdi də. Ancaq məşrutiyyə zamanında əyalət və əncümən vilayətləri adlı tərhlə məşrutiyyə hərəkatının tam açıq anlayışı bu oldu ki, İranın diktatorluqdan qurtarmaq üçün siyasi qüdrəti bölünməlidir və parlamentaristi bir hakimiyyət ki, o parlamentın da gücü əyaləti əncümənlərdən və vilayətlərdən gəlir deyə belə bir düşüncə ilə məşrutiyyət hərəkətə geçmişdir ki, ancaq Rıza Şah demək qudrəti vasitəsilə bunların hamısını dağıtdı və bir millət, bir dövlət, bir dil və bir ölkə adı ilə məsələni ortaya qoydu və beləliklə hamımız elə İranlıyıq deyə başqa millətləri İranda əzməyə başladı. Bu indi gəlib iş oraya çatıbdır ki, daha artıq çox irəli gedə bilmir. Məcbur halda belə İranın parlamentində bugünkü İranın İslam Cumhuriyyə İslamının belə parlamentində otur araştırma bölümü, dedim ağay Əhməd Təvəkkül və Kazım Cəlali və digərləri bunu yetişirlər ki, bu fəsadın qabağı almaqdan ötürü iqtisad daha düzgün irəli getmək üçün İranda bir federal bir sistem yaranmalıdır. Əlbəttə, onların önərisində heç də siyasətdən söz getmir. Yəni bundan söz getmir ki, İranda 6 millət yaşır və bu 6 millətin özünün məhəlli dövlət olmalıdır və bu məhəlli dövlətlər öz işlərində dilləri rəsm olmalıdır, kültürləri olmalıdır, nə bilim, öz vergilərini özləri həll etməlidirlər və bəzi qonularda pul məsələsində, xarici işlər məsələsində, kəlan bərnaməciklər məsələsində mərkəzlə anlaşma getməlidir. Düşüncə bu deyil. Yəni düşüncə əgər bu olsaydı zaten İran şah rejimi 30 mindən çox Azərbaycanı nəyə qana bilərdi? Buna görə qana bilərdi ki, 21 Azər 1324-də, 1945-ci ildə Azərbaycan hakimiyyəti demək ki, rəhmətli Pişəvərinin rəhbərliyindən açıq
muxtariyyət istirdi. Yəni istirdi deyək ki, biz öz ölkəmizi qabağa aparmaqlıqda muxtar olaq. Hətta iş oraya gəldi çatdı ki, çünki mərkəzi dövlət zəif idi və elə bilmirdi mütəmərkiz bir sistemi qabağa aparsın, məcbur qalmışdı ki, Ordubehişt ayında 1946-cı ildə Azərbaycan hakimiyyəti ilə danışıqlara getsin, anlaşmalara belə hətta əl tapsın. Çoxlu danışıqlardan sonra Qəvami Səltənə ilə rəhmətlik Pişəvərinin rəhbərliyi ilə bir heyətlə danışıqlardan sonra məcbur qaldılar desinlər ki, Azərbaycan türk dili bölgədə rəsmi dil olsun o zaman. Mətrəh elədilər bunu və qəbul elədilər ki, 75% Azərbaycandan yığılan vergilər, maliyyətlər Azərbaycanda xərc olunsun və digər rifah məsələlər filan. Bu anlaşmaları necə ki bilirsiniz, Şah rejimi üstündən 3-4-5 ay getməmişdi ki, Azər ayında ləşkəri ilə tökülüb 10 minlər insanı qətlə yetirməklə birbaşa dağıtdı, dəbdağın etdi və beləliklə nə muxtariyyətdən əsər qaldı, nə federaldan əsər qaldı və nə bu demokrasi üçün mübarizə eləmək anlayışa imkan yaratdılar. İndi isə yetişibdir rejim bu məsələyə ki, bunu biz uğruna həll eləyək. İçimizdə demək ki, etniklər vardı, milli istəklər vardı, milli məsələlər vardı. İstər-istəməz Azərbaycan türklərinin gücünü ortada görürlər. Kürdlərin, ərəblərin, baluşların, türkmənlərin güclərini ortada görürlər. Məcbur qalırlar bunu bircə işin qabağa aparsınlar. Başallatmaqdan ötürü gəlirlər, deyirlər ki, federalizm adda İran sistemi olsun federalitə və bu federalitədə siyasətdən söz getməsin. Bəlkə elə 30 dənə ustan varımızdır. Bu 30 ustanın içində bu şuray vəziyyətlə demək ki, işlər belə onun içində bölünsün. Bu ekonomi məsələsinə yetişməkliklər. Yəni bir reform verilsin ki, bu dişlik olub ki, içində gir eləyiblər, qalır və az qabilirlərin buğa. Bundan çıxmaqdan ötürü bir dənə diktator içində bir islahat üçün bu islahatın qabağa aparmasının adını qoyurlar federal. Halbuki federal çox dərin bir məbhəsdir. Özəlliklə İranda bərabər haqlıq məsələsinə gələndə həm dil qonusu, həm kültür, həm mədəniyyət, iqtisad, təhsil, nə bilim, behdaş, çox alanlarda bunların hamısında demək ki, söhbət var. Bu söhbətləri millətlər təslim tuta bilirlər. Azərbaycan türkü təslim tutmalıdır ki, özün necə idarə etsin öz bölgəsində. İndi əgər kimsə istəyir ki, bu İran bütövlüyü bilərsiniz, çox önəmlidir, bunu qorusun, onda diyaloqa geçməlidir. Onda bu qudrət pay bölüşündən qaçmamalıdır. Ancaq biz görürük ki, bunlar çalışırlar ki, təmərküz qudrət əllərində olsun mərkəzdə qudrət əllərində olaraq federaldan söhbət aparsınlar. Biz geçmişdə bu fikirlə də tanış olmuşduq. Ağay Möhsin Rizayı ki, elə Bastab saytının sorumlularındandır. Yəni Bastab saytı onuncudur və təşxis məsləhətlərdir və nizamda da demək ki, tanınmış insanlardandır. Hər zaman da özünü elə prezidentliyə aday edir. Geçmişdə də pastarların demək ki, başbakanı olubdur, başkanı olubdur. Bu ağay Möhsin Rizayı da geçən prezident adaylığında o da elə federalizmdən danışdı. Amma onun federalizmisi idarə idi. Açıqda deyildi ki, İranda idarə federalizm lazımdır. Yəni, həm on sağtar mütəmərkiz, həm on diktatorluq. Ancaq içində elə eləyək ki, məsullarımız ki, seçəcəklər 10 dənə, nə bilim, malladan, nə bilim, öz işlərində islahatçılardan ya, nə bilim, islahatçılar olmasın, islahatçı olmasın onun qabağında onlar ki, çox belə daha artıq fundamentalistdirlər, o qüvvələrdən olsun. Bunların içindən seçim olsun ki, kimdən seçilsinlər. Yəni, öz işlərində reformların adını qoyurlar federalizm. Dediyim kimin bu düşüncələr çox irəli gedə bilməz. Çünki federalın çox açıq bir tərifi vardır. Federal demək ki, bir ölkədə vahid bir millət yoxdur. Vahid bir millət əgər varsa da Alman kimi o qədər geniş geçmişdə bu tarixi baxımdan dəyişikli qovumlardan bu millət yaranıbdır. Bu dəyişikli qovumlarda, bu etniklərdə belə bir fikir vardır ki, biz özümüzün, öz bölgəmizi dolandırmaq düşüncəsi olduğu üçün gəlir Alman deyir ki, mən öz içimdə federal bir sistem yaradıram ki, filan
bölüm ya lənd adını qoyuruq, filan ləndində, filan ustanımda demək ki, müəyyən məsələlərdə muxtariyyət olsun ki, təslimlər tutsunlar və özləri öz dadgahlarından, ekonomi məsələlərindən, behdaşlığından, vergisindən və digər məsələlərdə təslim tutsunlar. Ancaq federalın əsas aparıcı yeri necə ki görürsünüz, Belçikdədir. O zaman ki, felemanlar görürlər ki, nə bilim, orada Almanlı dilli çalışır ki, bunlar həsf eləsin. Həmən felemanlar çalışırlar, deyirlər ki, əgər bizim büdcəmizi azaltsaz, biz buradan çıxıb gedərik. İndi bu federal təbii demək istər-istəməz demokrasinin yoluna bir yollardan birisidir. Ayət təhcə bu yoldur İran adlanan ölkədə mütləq təhcə yol deyil. Mütləq federal yəni anlaşma, yəni bu ki dəyişiklik qüdrətlər bir sıra haqlarından keçirlər, ortaq nöqtələr üstündə anlaşırlar. Məsələn biz Güney Azərbaycanlılar federal anlayışına əgər bağlılığımızı göstərsək, məcbur qalacağıq ki, mərkəzi dövlətdə pulun çapından deyək ki, haqqımızı veririk ki, digərlərlə bircə təslim tutaq, xarici işlər nəzarətində, qoşun məsələsində, uzun müddət iqtisad proqramlarında öz haqqımızı ki, özümüz eləyə bilərik təslim tutaq, deyərik ki, üçün İran adlanan ölkədə qalmaq istəyirik başqa millətlərlə, bu konularda haqqımızı başqalarına paylaşmaq istəyirik. Demək, bir yol budur ki, anlaşma və İranın bugünkü durumunu saxlamaq. Bunun indi federaldan başqa bir yol mütləq yoxdur. Yəni kimsə düşünür ki, federaldan başqa bir yolla İranın bütünlüyünü bugün qorumaq olar, imkansızdır. Bunu yenə də başqa bir diktatorlar gəlirlər, demokrasi adı ilə bir neçə sabah sürərlər və sonra da yenə də təzədən diktatorluqla başlarlar zindanlarda şikəncələrə və dağıtmağa və kəsməyə. Və iqtisadi baxımdan bu qüsləri assimil eləməyə, dağıtmağa ki, başqaları yoxdur, yalnız bizik. İstər-istəməz buna yetişir. Ancaq dediyim kimi, təhcə də federal yolu deyil. Yəni təhcə İranın gələcəyinin çıxış yolu federaldan geçmir. Bir yolda millətlərin istiqlaliyyətidir. Millətlər bir-birlərindən anlaşanmasalar, elə bugünkü kimi İranda, biz görürük ki, farslarla türklər bir-birindən anlaşa bilmirlər. Farsların ola bilər ha, orada 100 dənə fars millətindən, 100 dəfə türk millətindən bir-birindən oturub rahat gülüb danışarlar. Ancaq söz siyasi qüdrətdən keçir. Söz rəhbəriyyətdən keçir, camiənin ümuratından keçir. Onda biz görürük ki, həm hakimiyyət dairələri, həm opozisyon dairələri ki, hakimiyyət olmaqlığa adaydılar, bunlar heç diyaloq türklərlə qurmaq istəmirlər. Belə türklərin siyasi olmaqlıqlarını belə sizə qəbul etmirlər. Həmən görürlər ki, bir Azərbaycan türkü var ki, istəyir varlığından danışsın, həmən adını qoyub pan-türkist və siyasi söyüşləməklərə başlayır. Yəni anlaşma yox, bəlkə təqabül və təzadın səmtinə gedir. Bu əsasda buna da Birləşmiş Millətlər Təşkilatına yol qoyublar. O yolda müqəddəratdan keçər, millətlər özləri öz müqəddəratını təyin edirlər. O müqəddərat yolu da adı istiqlaliyyətdir. İstiqlaliyyət də hər millətin ən şərəfli yollarındandır. Bir millət haqqıdır. İstədiyi kimi yaşaya, istədiyi kimi özü öz içində partiyaları ola və öz gedişatını, öz ekoloji məsələlərini, öz iqtisadi məsələlərini, öz gələcəyini özü təslim tutar. Kimsə eləyənməz belə deyək, yox, sən məcbursan federal sistemdə qalasan. Özü də o federal sistemi ki, o ağalar təslim tuturlar ki, idaridir, iqtisadi federaldır və federal da çox yarımçılıq və tam əksinə qalib etmək. Yəni diktatorluğu yenidən başqa paltarla millətlərin üstündə çizmək. Bu əsasda demək ki, istər-istəməz İranda olan bu çirkin və demək ki, doğrudan qanqusduran bir vəziyyət ki, yaranıbdır. Millətlərin mübarizəsində diktatorluq adı ilə işin qabağa aparır İran Fars şovinist rejimi. Bunun yalnız və yalnız alternativi, əgər istəsək İran çərçivəsi qalsın, etniklər əsasında, millətlər əsasında federaldır. O da çox dərindən İranın sisteminin dəyişilməsidir. İkinci yolda millətlərin ayrılması və İranda 6 millətin öz dövlətlərinin qurulmasıdır. Sözümü izin verin ki, Ağay Xameneyinin sözü ilə qutarım. Diqqət edin, zahirdə belə gəlir nəzərə ki, Ağay Xameneyi biz deyən məsələlərdən uzaqdır, fəqət elə duadan, nə bilim, xeyri duadan, nə bilim,
İslamın fəlsəfi şeylərdən sonra başqa heç zətdən başı çıxmaz. O cür də deyil. Ağay Xamenei bir ayağı da tüylərin içində olsa, tam bir faslı kimin görün dedikləri də ki, mən Həmşəri qəzetəsindən 91-ci il 7-ci ayın 22-sində 13-cü səfhəsində danışıb, onun yazısını sizlərlə paylaşır. Ağay Xamenei deyir, əgər bir millətdən onun tarixin, onun keçmişin, onun kültürün, onun şəxsiyyətin, onun elmi, dini və siyasi varlığını alasan, ayırasan, yadından çıxardasan, onun dilin əlindən alasan, onun əlifbasının əlindən alasan, onun kitabların əlindən alasan, onun geçmiş kültürel sabiqəsini alasan, o millət hazır olur ki, başına hər nə desən, gətirəsən. Və o millət bir daha can tapa bilməz, onun güclü, böyük şəxsiyyətləri ola bilməz, o millətin başına hər bəla başqa millətlər vasitəsilə, başqa ölkələr vasitəsilə gələ bilər. Diqqət edin, bunu Ağay Xamenei deyir. Bu dediklərim Ruzname-i Həmşəridə yazılıbdır. Ağay Xamenei bunu İran milləti adı ilə deyir. Amma o da onun İran sözünü götürsəz, görəsiz ki, Güney Azərbaycan Türk milləti 35 milyon türkün, tarixin, geçmişin, kültürün, şəxsiyyətin, varlığın əlindən alsan, əlifbasın, kitabın əlindən alsan ki, alıblar, onda bu millət hazır olar ki, bunun başına hər bəla gətirsinlər. Başımıza hər bəla da gətiriblər, ancaq çox da sürmür. Niyə ki, içimizdə milyonlar cavan bugün ayağa qalxıb deyir ki, haray, mən türkəm, mən öz gələcəyimi özüm bəlirləmə haqqına qailəm, malikəm və bunu da özüm qabağa aparacağım. Demək ki, federal adda, o da idarə federal adı ilə, nə bilim, iqtisadi federal adı ilə bizə heç də belə papuş tikmə olmaz.